Bakın, demek Allahu Teala bize o emelleri, ibadetleri ihlasla etmeyimizi emredip, ihlastan geyrisi nedir? Kabul değil. İhlastan geyrisi kabul değil. Çünkü Allahu Teala bizden ibadetleri saf şekilde, temiz şekilde, yalnız ve yalnız hiç neye bulaşmadan, hiç neyle çirklenmeden kabul edilir. O da yalnız ihlasla olur. Eğer bir ibadete neyse bulanarsa, neyse çirklenerse, neyse bulaşarsa demek o ihlastan çıkır, o da Allah'ın indinde kabul olmaz. Buna inşallah karşıda misallar getireceğiz. İhlasa gelince, ihlas ettiğimiz herhangi bir emeli halis Allah'ın rızası için, Allah'ın sevip razı kalması için etmeyimiz. Düzdür mü? Bakın Allahu Teala iblisin dilinden ne buyurur? Diyor ki iblis Allahu Teala'ya söz verir. Ve bi izzetike le'uğbiyennehum ecmaîn diyor. Sen and için iblis. And için. Diyor senin izzetine and olsun. Ben senin kullarının hamısını diyor hak yoldan azdıracağım. Ayetin sonunda özü öz diliyle itiraf ediyor. İlla ibadeke minhumul muhlasin. Sana ihlasla ibadeti sırf şekilde sana ibadet edenlerden başka. Hamını haktan azdıracağım. Demek Allah-u Teala'yı kim sırf şekilde ihlasla ibadet ederse şeytan ona batabilmez. Şeytan onun ibadetini puçeleyebilmez. Şeytan onu azdırabilmez. Demek şeytanın kapısını bağlamak istiyorsa insan ihlasıyla bağlayabilir. Nece ki Yusuf Aleyhisselam'ın kıssasındaki kimi? 7 kapı bağlandı. Pis olan, çirkin olan, murdar olan, münker, fahişeli bir pis işe davet olundu. Ama Allah'a sığındı. Allahu Teala da Yusuf Aleyhisselam'ı o çirkin emelden korudu. O çirkin emeli ondan soğuşturdu. Ona göre Allahu Teala diyor: "Ve kezalike nusarrifu anhu's-su'a ve'l-fahşâ." Niye? Allah-u Teala böylelikle biz Yusuf Aleyhisselam'dan fahişeli ve münker işi soğuşturduk. Niye? İnnehu min ibadina'l muhlasin. Çünkü o bizimdir. İhlas sahibi kullarımızdan idi. Demek ihlaslı olması kulu görün ne vaziyette, hangi halde onun hilas olmasına sebep oldu hele bu dünyada. Görün o ihlasla sebebiyle cennette ona neler, ne ecirler, ne mükafatlar var sadece olur. Yalnız onsuzdaki emeller Allahu Teala'nın indinde ihlasla kabul olan emeldir. Allah'ın indinde kabul olan emel. Ona göre Allahu Teala istemeliyiz ki Allahu Teala bizi neylesin? İhlas sahibi kullarından eylesin. Ona göre bakın kalpten çok şey asılıdır kardeş. Allahu Teala Kur'an-ı Kerim'de kalplerin içiyle bölür. 3 yere bölür. Salamat kalp var. Hasta kalp var. Bir de ölü kalp var. Demek ihlas sahibi olan insanın kalbi nedir? Salamat kalbi ki Allahu Teala o insandan o emeli kabul ediyor. Niye? Çünkü onun kalbi salih idi, kalbi düzgün idi. Peygamber sallallahu aleyhi ve sellem buyurur. Buhari Müslim'de gelen hadiste ki ela fil cesedi mudga. İza salahat salahal cesedu kulluh. Ve iza fesedet fesedel cesedu kulluh. Ela ve hiyel kalb. Diyor insanın bedenindedir bir et parçası vardır. Eğer o doğru düzgün olarsa bütün beden üzvleri değil doğru düzgün olar, salamat olar. Eğer o bozularsa, fesat olarsa, berbat olarsa bütün beden üzvleri ne olar? Berbat olar. Peygamber sallallahu aleyhi ve sellem sonra hadisin sonunda diyor ki Ela ve hiyel kalp. O değil kalpti. Ona göre Adem evladı sabahladığı zaman bütün beden organları, beden üzvleri
Kalbin etrafında toplaşar. Diyorlar ki kalbe ittaqillâhe fîne. Bizim hakkımızda Allah'tan kork. İzâ istakamte istakamna. Ve in i'vececte i'vececna. Eğer sen bizim hakkımızda Allah'tan kork. Eğer sen doğru düzgün olarsansa biz de doğru düzgün olarız. Eğer sen eğri üylü olarsansa, hak yoldan cayarsansa, onda biz de eğri olarız. Ona göre bizim hakkımızda Allah'tan kork. Ona göre demeli kalbin rolu büyüktür. Kalp eğer salamat olarsa ondan doğan emeller de ne olar? Salamat olar. Eğer kalp berbat olarsa ondan doğan emeller de berbat olar. Ona göre Peygamber sallallahu aleyhi ve sellem buyurur ki la yestakimu imanu abdin hatta yestakime kalbu. Bir kulun bir kulun imanı salamat olmaz, onun kalbi salamat olmadıkça. Bir kulun imanı salamat olmaz, onun kalbi salamat olmadıkça. Ona göre Peygamber sallallahu aleyhi ve sellem buyurur. İnnemel a'malu bin niyyat. Hakikaten emeller niyetlere göredir. Ve innemâ likulli imri'in mâ nevâ. Ve herkese de niyet ettiğinin karşılığı vardır. Allahu Ekber. Ona göre gaydadır kardeşler. Gaydadır. Kimin kalbi salamat olarsa onun niyeti salamat olar. Niye? Çünkü niyetin yeri haradı? Niyetin yeri kalpti kardeşler. Niyetin yeri kalpti. Bir insanın gaydadır. Bir insanın kalbi salamat olarsa onun niyeti salamat olar. Niyeti salamat olanın da emelleri Allahu Teala'nın indinde kabul olar. Yine de bir insanın kalbi harap olarsa onun niyeti harap olar. Niyeti harap olanın emelleri Allah'ın indinde kabul olmaz. Diyebilirsiniz ki kardeş. Bunun delili nedir? Delili onda gelin birinci kaydanın delilini götürək. Kalbi salamat olarsa niyeti salamat olar. Niyeti salamat olanın da emelleri Allahu Teala'nın indinde kabul olar. Ömer ibn Hattab radıyallahu anhu'dan gelen hadiste diyor ki Peygamber sallallahu aleyhi ve sellem buyurdu. Bizden önceki ümmetler içerisinde 3 insan var idi. Onlar gecelemek için bir mağaraya gelirler. Mağaraya girdikten sonra mağaranın ağzına dağdan büyük bir kala parçası yuvarlanıp gelip mağaranın ağzını kesir. O kayanın parçasını ne kadar itelirler ki oradan çıksınlar ama çıkabilmirler. Onlara nida gelir. Sizin buradan çıkmanız yalnız sizin etmiş olduğunuz salih emellerinizi dile getirmeyinizle olabilir. Ve onlardan birincisi başlayır. Deyir ey Rabbim benim yaşlı anam atam var idi. Ben her gün işten eve gelende malları sağar, anam atamı yedizdirer, sonra alemi evlatlarımı yedizdirerdim. Bir gün deyir ben işten eve geç geldim. Ve malları deyir savdım, yerine ettim. Ve geldim gördüm artık anam atam yatıp. Övladlarım ayaklarımın altında deyir ağlaşırdı acından. Ben de elimde sütle anam atamın deyir gün doğana kadar anam atamın durmasını gözledim. Anam atam durdu, onları yedizdirdim. Sonra alemi övladlarımı yedizdirdim. Ey Rabbim, ben bu emelimi senin rızanı kazanmak için etmişemse, İçinde olduğumuz bu mağaradan bizi kurtar. Mağaranın bir ağzındaki taş biraz aralanır ama çıkabilmirler. İkincisi dua edir. Diyor, ey Rabbim benim çok sevdiğim bir emim kızım var idi. Her fırsette onu elde etmek isteyirdim. Bir dönem geldi diyor, kıtlık dönemi. Emim kızı gelip benim kapımı çaldı ve benden borç istedi. Ben de ona benim istediğimi ettiği takdirde ben ona istediği borcu verebileceğimi deyir söyledim. Deyir, o da deyir mecburiyet karşısında bunu kabul etti. Deyir, biz deyir o emeli etmek için az bir mesafe kalmıştı ki o çirkli murdar emeli eləyək. Deyir, kız dedi deyir Allah'tan kork. Bu mührü Allah'ın icaze vermediği şekilde açma.
Mən deyir yerimdən qalxdım və qıza verdiyim 120 dinarı almadan çəkib getdim. Deyir ey Rəbbim, əgər mən bu əməlimi sənin rizanı qazanmaq üçün etmişəmsə, içində olduğumuz mağaradan bizi qurtar. Mağaranın ağzında deyir ki, daş biraz da aralanır, amma yenə çıxa bilmirlər. Üçüncü deyir, insan deyir, dua etməyə başlayır. Deyir, ey Rəbbim, mənim deyir, çoxlu işçilərim var idi. Mən bu işçilərin hər birinin haqqını deyir, haqqıyla ödəmişdim. Birindən başqa öz haqqını almadan çəkib çıxıb getmişdi. Mən deyir, onun haqqına, ona deyir, çatacaq bölgünü, ona çatacaq pulu mal-qaraya yatırdım. Hətta o qədər mal-qara oldu ki, artıb çoxaldı ki, bir vadi arası qədər mal-qara oldu. Yəni, iki dağın arası doluncaya qədər artıb çoxaldı mal-qara. Bu adam deyir, bu pul sahibi, haqq sahibi, işçi xeyli bir vaxtdan sonra deyir, gəldi. Dedi, ey filan kəs, mənim səndə alacağım var. Mən ona almağa gəlmişəm. Mən də dedim ki, deyir, bu vadinin arasında gördüyün bu mal-qara hamısı sənindir. Dedi ki, deyir, məndən ey filan kəs, məni ələ salma. Məndən oyun oynama. Mən haqqımı istəyirəm. Mən ona dedim ki, deyir, mən səni ələ salmıram. Səndən zarafat da etmirəm. O gördüyün mal-qara hamısı deyir, sənindir. Deyir, o mal-qaranı deyir, qarşısına aldı, deyir, çəkib hamısını apardı, geriyə bir dənə də buraxmadı. Ey Rəbbim, əgər deyir, mən bu əməlimi sənin rizanı qazanmaq üçün etmişəmsə, içində olduğumuz bu mağaradan bizi qurtar. Və deyir, mağara deyir, ağzındakı deyir, daş aralanır və mağaradan sağ-salamat çıxıb, çəkib gedirlər. Görün, demək, bu sinif insanlar, bu üç sinif insan kim idi? Qəlbləri salamat, niyyətləri doğru olan, nihayətində əməlləri Allah'ın endində qəbul oldu. Niyə Allah'ın endində bu üç nəfərin əməli qəbul oldu? Çünki qəlbləri doğru idi, salamat idi, niyyətləri də salamat olub. Niyyətləri də düzgün olub. Yaxşı, şimdi deyə bilərsiniz ki, qardaş, sən bizə o dediyin ikinci misalı gətir ki, qəlbləri xarab olub, niyyətləri xarab olan, müqabilində, nihayətində əməlləri Allah-u Teala'nın endində qəbul olmayan insanın misalını gətir. Onun da misalı var. Müslimin səhihində Əbu Hureyra radıyallahu anhudan rivayet olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur. Qiyamət günü Allah-u Teala'nın huzuruna üç sinif insan getiriləcək ki, o üç sinif insan cəhənnəmə alovlanmasına səbəb olacaq. Birinci sinif o insandır ki, Allah yolunda cihad edən mücahid. İkinci, alim. Üçüncü, əli açıq, səxavətli, zəngin. Xeyriyyə sahibi, malını xərcləyən zəngin. Bu üç sinif insan getiriləcək Allah'ın endində, Allah'ın huzuruna. Birincisi şəhid. Allah-u Teala ona deyər, ey filan kəs, mən sənə bu neymətləri verdim. O da etiraf edir ki, bəli Rəbbim, sən neymətləri verdin. Deyər, mən sənə verdiyim neymətlərin müqabilində mənə neylədin? Deyər ki, ey Rəbbim, mən sənin yolunda, sənin kəlmən uca olsun deyə, sənin yolunda cihad elədim. Və sənin yolunda şəhid oldum. Allah-u Teala deyər, yalan deyirsən. Sən cihad etdin ki, sən o cihadda iştirak etdin ki, deyilsin ki, necə qəhrəman insandır. Necə igid insandır. O artıq sənə dünyada deyildi. Sonra mələklərə əmr eləyər ki, sürükləyin bunu cəhənnəmə, mələklər üzü üstə sürükləyib onu cəhənnəmə atarlar. İkinci sinif insan, alim insan. Allah-u Teala'nın huzuruna gətirirlər. Allah-u Teala deyər, mən sənə bu neymətləri verdim. O da deyir, Allah'ın verdiği neymətləri deyir, etiraf eləyər. Və deyər ki, Allah-u Teala deyər, mən sənə verdiyim neymətlərin müqabilində neynədin? Deyər ki, ey Rəbbim, mən sənin yolunda elm aldım və o elmi öyrətdim. Quran oxudum, Quran öyrətdim və Quran oxudum. Allah-u Teala deyir, yalan deyirsən. Sən elm aldın ki, deyilsin ki, necə alim insandır. Sən Quran oxudun ki, deyilsin ki, nə gözəl səsi var. Artıq dünyada bunlar sənə deyildi. Və mələklərə əmr eləyər ki, sürüyün onu cəhənnəmə atın. Və mələklər üzü üstə sürüyüb onu cəhənnəmə atarlar. Üçüncü sinif insan gətirirlər. Zəngin insan. Allah-u Teala deyər, sənə mən bu neymətləri verdim. Qul da deyər, etiraf eləyər ki, bəli Rəbbim verdin. Allah-u Teala deyər, verdiyin bu neymətlər müqabilində mənə neynədin? Deyər ki, ey Rəbbim, mən sənin elə bir yer olmadı ki, orada sənin üçün mən gecə gündüz sənin mənə bəxş etdiyin neymətlərdən sənin yolunda xərcləməyim. Allah-u Teala deyər, yalan deyirsən.
Sən xərclədin ki, deyilsin ki, necə səxavətli insandır, necə əli açıq insandır. Dünyadayken bu sənə deyildi. Və Allah-u Teala əmr eləyər mələklərə, sürüyün bunu cəhənnəmə və mələklər bunu üzü üstə sürüyüb cəhənnəmə atarlar. Qardaşlar, bu əməllərin üçü də əslində baxdığımız zaman üçü də əzəmətli əməllərdir. Allah yolunda cihad, elm almaq, alim olan insan, Allahın elmini yayan, Allahın elmini öyrənən, onu insanlara aşılayan. Üçüncüsü isə Allahın verdiyi maldan Allah yolunda xərcləyən. Amma bu əməllər, bu insanların əməlləri niyə qəbul olmadı? Çünki qəlbləri xarab idi, niyyətləri xarab idi, nəhayətində də əməlləri Allahın indində qəbul olmadı. Bu hədisə alimlər ad qoyublar, qardaşlar. Bu hədisin ünvanı var. Əqibətur riyai. Riyanın pis aqibəti. Demək, bu insanlar əməllərini göstəriş üçün eləyiblər. Amma Allahın indində qəbul olan isə yalnız ixlasla Allaha olunan əməldir ki, Allah-u Teala o əməlləri, ixlasla olunan əməlləri qəbul edir. Ona görə qəlblərin salamat olması, niyyətlərin salamat olması labüddür ki, Allah-u Teala o insanların əməllərini qəbul eləsin. Niyə? Çünki Allah-u Teala'nın baxdığı yer o qəlbidir, qardaşlar. Allah-u Teala'nın baxdığı bizim zahirimiz deyil, görünüşümüz deyil, surətimiz deyil, şəklimiz deyil. Allah-u Teala'nın nəzər etdiyi yer qəlbimizdir. Necə ki, bu haqda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İnna Allaha la yanzuru ilə əcsəmikum. Allah-u Teala deyir, sizin cisimlərinizə və la əcsədikum, cəsədlərinizə baxmaz. Və la ilə suvarikum, şəkillərinizə də baxmaz. Və lakin yanzuru ilə qulubikum. Allah-u Teala sizin qəlblərinizə baxar. Və fi rivayə və ə'məlikum. O qəlblərinizdən doğan əməllərinizə baxar. Allah-u Teala'dan istəyirəm, Allah-u Teala bizi qəlblərimizi salamat qəlb sahiblərindən etsin. Niyyətimizi salamat niyyət sahiblərindən etsin. Bizi hər bir sözümüzdə və əməlimizdə ixlaslı olmağa, ixlaslı danışmağa, ixlasla əməl etməyə və nəhayətində cənnəti qazanan qullarından olmağa Rəbbim bizlərə müvəffəq eyləsin. Həqiqətən Allah-u Teala istədiyini edəndir. O qullarının dualarını qəbul edəndir.